Cabir bu cür deyir. Ramazan ayının axırıncı cümə günü Peyğəmbərin yanına getdim. Fələmmə bəsurə bi qaləlli ya Cabir. Peyğəmbər məni gördü. Dedi, ey Cabir, hava axiru cümətin min şəhri Rəməzan. Ramazan ayının axırıncı cüməsidir. Fəvəddihu, sən Ramazan ayının axırıncı cüməsində Ramazan ayı ilə vidalaşqına, Ramazan ayı ilə sağollaşqına. Ne cür vidalaşqına? Buyurdu ki, və qul, bu cür duanla vidalaşqına. Və qul, Allahümmə la təcəlhu axirəl əhdi min siyamina. İlahi, bu Ramazan ayının orucunu bizim axırıncı orucumuz, axırıncı Ramazanımız qərar verməginə. La təcəlhu axirəl əhdi min siyamina iyyahu. Fə in cəəltəhu. Yəqin ki, biz bir zaman bu dünyadan köçəcəyik. Əgər ki, qərar vermişsən, bu Ramazan ayının orucu mənim axırıncı orucumdur. Fə in cəəltəhu fəcəlni mərhumən. Məni bağışlanmış, rəhm olunmuş bəndələrindən qərar verginə. Və la təcəlni məhrumən. Məhrum olmuşlardan qərar verməginə. Peyğəmbər buyurur ki, fəinnəhu mən qalə zalik. Hər kəs bu duanı eləsə, hər kəs bu cümləni etsə, bu duanı etsə, fəinnəhu mən qalə zalik zəfrə bi ihdəl husnəyeyn. İki gözəllikdən birinə çatar. İki gözəllikdən birinə çatar. İmmə bi buluğu şəhri Rəməzan. Ya gələn Ramazan ayına çatar, ya gələn Ramazan ayı ona nəsib olar. Və imma bi ğufranillah və rəhmətuhu. Ya da ki, Allah Taala'nın rəhməti həmin şəxsə nazil olar. Bəs Həzreti Peyğəmbərdən biz bunu öyrənirik.